65 nömrəli sualda katetləri 12 və 14 olan düzbucaqlı üçbucağın daxilinə və xaricinə çəkilən çevrələrin radiusları cəmini soruşur. Deməli, baxaq görək, katetləri 12 və 14-dür. Düzbucaqlı üçbucaq katetləri 12 və 14. Hipotenuzu tapmaq lazım. Hipotenuzu bir C yazaq. İndi bunun daxilinə və xaricinə çəkilən çevrələrin radiusları cəmini soruşur. Böyük R üstəgəl kiçik R. Biz bilirik ki, düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Yəni C bölü 2. Daxilinə çəkilmiş çevrənin radiusu isə katetləri cəmindən çıxıram hipotenuzu bölürəm 2. Burada yerinə qoyuram üstəgəl A plus B minus C bölü 2. Yəni hipotenuzu tapmıram. Elə birbaşa birinci bu düsturu hesablayacağım. Buna əsasən görək nə qalır bizə. Ortaq məxrəc elə 2-nin özü. C üstəgəl A üstəgəl B minus C bərabərdir. C-lər islah gedir. Cavab A plus B bölü 2. Katetlərimiz 12 və 14-dür. Toplayıb 2-yə bölürəm. 26 2-yə böləndə 13. Düzgün cavab C variantı.